Hörmətli izləyicilər, bu möhtəşəm mənzili sizlərə təklif edirik. 1-dən 2-yə düzəlmə mənzil qiymətinə sizə 4 otaqlı mənzil təklif edirik, hörmətli izləyicilər. Belə bir geniş zalı var, studiya zalı var, bax belə bir geniş. Qarşısında açıq eyvan sahəsi mövcuddur, hörmətli izləyicilərim. Burada mətbəxdir, havalandırması falan hər bir şey nəzərdə tutulub. Həm şaxtası var, həm də bax belə bir havalandırma nəzərdə tutulub. Çox gözəl təklifdə, satışda çox qalmayacaq, bax belə bir giriş. Nəzərinizə çatdırım ki, mənzil 76 kvadrat metrdir və 4 otaqlıya düzəldilib. 115 min manatı təklif edilir. Bazarda belə bir şey yoxdur, hörmətli izləyicilər. Girişin sağına və yaxud da qarşısına rahatlıqla giriş mebeliyi yığdıra bilərsiniz. Bura zal mətbəx idi, baxdıq. Təmirdən sonra istifadə edilməyib. Hündür mərtəbəli binada yerləşir 4-cü mərtəbəsində belə bir yataq otağı. Otaqların ölçüsü əladır. Mərkəzdə yerləşir. Məktəbə, bağçaya çox yaxın məsafədədir. İkinci yataq otağı. Otaq ölçüləri əladır. Yəni xırdalanda elanlara baxsanız, səhifələri izləsəniz görəcəksiniz ki, bu qiymətə ancaq 1-in 2-yə düzəlmə 50-55 kvadrat mənzillər təklif olunur. Biz isə sizə bax gördüyünüz bu gözəl mənzili 4 otağa düzəlmə mənzili təklif edirik. Binanın sürətli və müasir lifti, su anbarı, həyətyanı sahəsi mövcud. Yataq zal idi, bu yataq otağı idi. Burada isə növbəti yataq otağı idi. Burada sonuncu yataq otağımız yerləşir. Belə bir sahəsi var. İstəsəniz uşaq otağı kimi, istəsəniz məişət otağı kimi istifadə etmək mümkündür. Bax, belə bir otaq. Qiymət 115 mindir. Kombi sistemi çəkilib hazır vəziyyətdədir. Mənzildə yalnız kombi aparatları, radiatorları və hamam aksesuarlarına ehtiyac var. Koridorun hamam otağının döşəməsi isti döşəmədir. Keramogranitdir. Giriş qapısının sağına rahatlıqla giriş mebeli yığdıra bilərsiniz. Qapının üzərində görürsünüz havalandırma boşluğu yaradılıb. Girişin solunda isə yerləşir mənzilin hamam otağı. Duş kabin yeri falan hər bir şey nəzərdə tutulub. Bax, belə bir mənzil. 4-cü mərtəbədə yerləşir. Yeni binada kub salı 76 kvadrat 115 min manat. Yaşayış olmayıb. Alın və ilk yaşayan siz olun. Sağ olun, salamat qalın.